AQM ölkələrində dairəvi yaşıl turizm təşəbbüsü regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verəcək. Bu fikirlər Dövlət Turizm Agentliyi və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin katibliyinin birgə təşkilatçılığı ilə keçilən konfransda bildirilib. Vurğulanıb ki, dairəvi yaşıl turizm sayəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biridir. Qeyd olunub ki, indiyədək Azərbaycanda turizmin dayanıqlı inkişafı istiqamətində ekoturizm və agroturizm istiqamətlərinin formalaşdırılması, təbiət əsaslı turizm marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Həmçinin konfransın AQM ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi vurğulanıb. Konfrans çərçivəsində turizm kədlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri, qrant proqramları, təlim fəaliyyətləri və təbiət əsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olunacaq. Bu cür platformalar yalnız fikir mübadiləsi üçün deyil, eyni zamanda mühüm əməkdaşlıq məkanıdır. Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri də turizmdir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir.